Salam əziz bəylər və xanımlar. Reportajımıza başlamadan əvvəl sizdən kanalımıza abunə olmağı və bəyənmənizi xahiş edirik. Məlum olduğu kimi bayramdan əvvəl dövlət başçısının verdiyi sərəncamla Nazirlər Kabinetinin və icra başçılarının əmək haqqları fantastik qiymətlərlə qaldırılıb. Bu isə cəmiyyətdə birmənalı qarşılanmır. Çünki bugün Azərbaycan vətəndaşının böyük əksəriyyətinin normal yaşamaq imtiyazı yoxdur. Əhalinin 65%-i işsizlik kateqoriyasına aiddir. Qalan 45%-i isə kiçik həcmdə pensiya, əmək haqqı və sosial müavinət alır ki, bu da onların aylıq kommunal xərclərini ödəsə də ərzaq və digər gündəlik tələbatlara olan ehtiyaclara bu müavinətlər kifayət etmir. Bu isə xalqın səfalət içərisində yaşayışına şərait yaradır. Bəs bu şəraitin yaranmasına cavabdeh olan İqtisadiyyat Nazirliyi və onun rəhbəri Mikayıl Cabbarov hansı məqsədlər üçün bu millətə qarşı düşmənçilik mövqeyi ortaya qoyub? Deyəsən Meşəbəyi ləqəbli Mikayıl Cabbarovun düşüncəsi "Что, где, когда" verilişindəki suallarla verdiyi cavablar kimi Azərbaycan iqtisadiyyatını da idarə etməkdir. Cürbəcür nazirlikləri idarə edən bu şəxs sadə vətəndaşların deyil, nazirlərin və icra başçılarının əmək haqqlarının fantastik qiymətlərlə artımı üçün dövlət başçısına təkliflər verməklə təsdiqlətdi. Acınacaqlısı budur ki, uşaq pulu verməyən bu bir ölkədə Qarabağ döyüşlərində iştirak etmiş Qarabağ veteranına 80 manat, qocalığa görə 220 manat qıyan Cabbarov kimi Meşəbəyi öz kateqoriyasına daxil olan nazir və icra başçılarının əmək haqqısına qıymayaraq, onlara fantastik əmək haqqı verməklə xalqın hakimiyyətə olan etimadını daha da düşəndirirlər. Baxın, görün, Meşəbəyi Mika öz kateqoriyasına adiyyəti olan nazir və icra başçılarının əmək haqqlarına hansı əlavələr edib? Vəzifələrinin yeni maaşlarla təsdiq olunub. Baş nazir 17.160 manat, baş nazirin birinci mavini 15.950 manat, baş nazirin mavinləri 14.850 manat, nazirlər 13.750 manat, nazirlərin birinci mavinləri 12.650 manat, nazirlərin mavinləri 12.100 manat, Bakının icra başçısı 13.200 manat, Bakının icra başçısının mavini 11.500 manat, Gəncə və Sumqayıt icra başçıları 9.900 manat, digər rayonların icra başçıları isə 8.800 manat. Pensionerlər isə 300 manat, veteranlar isə 800 manat, uşaq pulu isə puf, yəni yoxdur. Sonda dahi satirik şairimiz Mirzə Ələkbər Sabirin bir kəlamı ilə bu reportajımızı bitirmək istəyirəm. Mirzə Ələkbər Sabir öz kəlamında deyir: "Millət necə taraz olur olsun, nə işin var? Düşmənlərə möhtac olur olsun, nə işin var?